Salamlar hər bir kəsə, ümid edirəm yaxşısınız. Deməli biz bu gün bu videomuzda nə öyrənəcəyik? Pentestingə ilk addımları və məlumat toplamağı öyrənəcəyik. İlk başda information gathering, yəni məlumat toplama nə deməkdir? Onu öyrənəcəyik indi. Hal-hazırda iki yerə bölünür. Aktiv və passiv olaraq. Passiv olaraq artıq biz targetlə, yəni serverlə qarşılıqlı əlaqədə olmuruq. Biz artıq burada public faylları oxuya bilərik və yaxud da DNS enumeration eləyə bilərik. Yəni enumeration yox, DNS domenlər, subdomenləri öyrənə bilərik. Yəni targetlə birbaşa əlaqədə olmadığımız hər bir informasiya toplanılması passivə aiddir. Aktiv isə artıq biz targetlə, yəni serverlə qarşılıqlı əlaqədəyik. Brute force eləyirik və yaxud enumeration eləyirik məlumat toplamaq üçün. Bunların hamısı aktiv sayılır. Baxın, məsələn, passivə Google Docking, DNS, GitHub-lardakı məsəl üçün dokumentlər, public fayllar, bunların hamısı passivə aiddir. Yəni target bizi artıq görə bilmir. Aktivdə isə tutam port scan eləyirik mmap-lə və yaxud directory force eləyirik, OS detection eləyirik. Artıq burada target bizi görür. Target bizi gördüyü üçün artıq bu aktiv sayılır. Yəni biz targetlə birbaşa əlaqədəyik. İndi kalini açım. Aha. Bizdə belə bir step var. Bunun üzərində sizə göstərəcəm. Çox yaxşı bir stepdir ilk başlayanlar üçün. Root.me. Ben kopyalayayım. Tutalım biz passivdən gedək. Düzdür, passiv çox da vacib deyil aktiv qədər. Aktiv daha da vacibdir. Amma passiv də eləmək mütləqdir. Əgər real pentest vəziyyətində isə. DNS enum deyə bir tool var. Bu subdomenləri, host adresləri və s. adları tapır. Lakin bu stepdə hər hansı bir subdomen və s. heç bir şey yoxdur. Yəni bu ilk başda öyrənənlər üçündür. Heç bir şey yoxdur. Və yaxud da belə bir sayt da vardı. Belə bir sayt vardı. Düzdür, burada da heç nə tapa bilməyəcəyik. Çünki bu saytın hər hansı bir subdomeni və s. heç nəyi yoxdur. Bunu verdik. Yəni gördüyünüz kimi heç bir şey tapa bilmədi. Çünki heç bir şey yoxdur. Yəni bu saytdan olmadı başqa bir şey versəydik, indi başqa bir IP versəydik, böyük ehtimal bir çox şey tapa biləcəkdi. Yaxşı, indi onu qoyaq bir kənara, artıq aktivə keçək. Aktiv daha vacibdir. İlk başda serverdə nə etməliyik? Əlbəttə port scan etməliyik. Port scan da, yəni mmap-ın öz funksiyonallıqları var, optionları vardır. Bunlara -sv version scandır, -sc s böyükcə script scandır. Əgər -p versək bütün portları yoxlayır. Lakin buna ehtiyac yoxdur, çox uzun çəkəcəkdir. Başqa nə vermək olar? Böyük OS sistemi, yəni əməliyyat sistemi göstərəcəkdir bizə. Bunlar yetər. T4-də verə bilərik. Bu da daha sürətli eləməsi üçündür. A da var, o da aqressiv skandır. Bu üçünü birləşdirir. İndi başqa bizdə hansı portlar vardı? Bəli, artıq cavabımız gəlibdir. Gördüyünüz kimi 22-ci port, yəni SSH açıqdır, veb-sayt açıqdır, 80-ci port. Sonra elə bu qədər. Bu ikisi açıqdır. Artıq biz bilirik ki, bizdə bir veb-sayt var da. Ona görə ilk başda onun funksiyonallığına mütləq şəkildə baxmalıyıq məlumat toplamaq üçün. Yəni hər hansı bir funksiyonal yoxdur. Page source-una baxaq. Burada da hər hansı bir hint yoxdur. Deməli, ikinci addım nədir? Artıq biz bilirik ki, bizim veb-saytımız vardır. Biz buna GoBuster'la directory brute force edə bilərik. Belə bir command line vardır. Bura sadəcə IP-ni yapışdıracağıq. Dir directory -u URL http IP -v bizim brute force tekstimizdir.
Görək içəridə hansı direktoriyalar var. Bu biraz uzun çəkə bilər. Bəli, artıq cavabımız gəldi. Gördüyünüz kimi burada bir çox direktoriyalar vardı. Burada ən gözə çarpan hansılardır? Panel, Plotos'dur. Yəni index PHP heç bir şey yoxdur burada büyük ehtimal. Server statusa icazəmiz yoxdur. CSS, JS-lərdəki deməli baxacaq nələr var. Burada da hiçbir şey olmayacaq büyük ihtimal. Ha, все. İndi JS var. JavaScript'una bakalım. Burada hiçbir şey yoktur. Keçək bizə maraqlı olanlara. Plots. Hiçbir şey yoktur Plots'da. Panel var. Ha. Burada artıq file upload vardı. Yəni biz yoxlaya bilərik ki, file upload boşluğu vardı ya yoxdur. Məsəl üçün da browse verəndə yox, belə yox. Bir dəqiqə. Aha, browse veririk. Anladınız. Burada məsəl üçün içəriyə nə ata bilərik? Reverse shell ata bilərik ki, exploit ata bilərik ki, reverse shell ala bilək. İndi mən də bilmirəm hansıdır. Yəni belə eləyək, buradan axtaraq. Contest Monkey ən yaxşısıdır. Və içəriyə PHP atmalıyıq. Yox, deyil. Aha, budur. Ha, belə kitabda var da belə. Deməli, PHP versiyon.php. Aha, budur. Belə bir exploitdir. Buradan sadəcə portu, IP-ni dəyişirik və bu qədər. Bunu kopyalayaq hamısını. Yox, burada yaratmayaq. Deməli, bizim burada eləməli olduğumuz şey IP-ni və portu dəyişməliyik. Aslında portu dəyişməsək də olar, IP-ni mütləq dəyişməliyik. Burada bir yerdə olmalıydı. Aha. IP-ni öz IP-miz verməliyik. Yəni öz IP-miz dediyim PHP-in bizə verdiyi IP, VPN-in 192 1 2 3 4. Okay. Burada yox, səhv yazmışam IP-ni. Həll et. Okay. Artıq bizim exploitimiz hazırdır. Onu biz burada içəri ata bilərik. Başqa qəbul edəcəkmi? Bəlkə bu blacklist də ola bilsin. Ha, budur. Bunu içəri atacaq, upload verək. Aha. Hansı dildədir bilmirəm. Yəni deyir ki, PHP içəriyə qəbul edilmir. O deməkdir ki, biz artıq PHP-nin alternativlərini istifadə etməliyik. Move əmri ilə biz həm direktoriyanı dəyişə bilərik, həm də onun adını dəyişə bilərik. Ona görə PHP-nin də alternativləri XML-dir, 5-dir, 3-4-dür. Yəni bunlar olmalı. Biz 5 yoxlayaq birinci. Görək 5-i qəbul edəcəkmi? Gəlirik bura. Pentest, aha, budur. PHP 5. Upload verək. Böyük ehtimal qəbul edəcək. Aha. Alternativlə içəriyə daxil ola bildik. İndi bizim eləməli olduğumuz şey Netcat vasitəsilə biz 1 2 3 4 portunu dinləyək. Portu dinləyirik.
Əsas məsələ burada artıq eksploiter anlamaqdır. Yəni içəri atdığımız faylı ranlamanın yolunu tapmalıyıq. Bunun da ən asan yolu biz bayaq gördük ki, uploads direktoriyası vardı. Yəni upload olunan hər bir şey bura düşür. Baxın, gördüyünüz kimi içəridə əvvəl heç bir şey yox idi, lakin bizim atdığımız fayl artıq burdadır. Direktor portu dinləyirik. Artıq bu ranlamamız bizə kifayətdir. Ranlanan zaman bu işarədən başa düşə bilərsiniz ki, artıq reverse almışıq, gördüyünüz kimi. Lakin bu çox aşağı səviyyəli reverse-dir. Onu gəlib buradan artırmalıyıq. Da Python TTY-dan istifadə edəcəyik. Shell upgrade etmək üçün. Bundan istifadə edəcəyik. Which Python deyək. Və bəlkə Python 3-dür. Vəsə. Artıq gördüyünüz kimi shellimiz upgrade olunur, reverse shellimiz. Bax görək içəridə nələr vardı. Artıq biz içəridəyik. Yəni reverse shell almışıq. Sistem bizim kompüterə qoşulubdur. İndi eləməli olduğumuz tək şey buradan flaqları tapmalıyıq. Gördüyünüz kimi home direktoriyasında 3 dənə user var. Root.me-də nə var? Root.me-də heç nə yoxdur. cd nöqtə ilə geri qaydırıq. Ubuntu var, test var. Testdə bir dənə baxaq. Heç nə yoxdur. Geri qaydıraq. cd Ubuntu. Deməli, burada heç bir şey yoxdur. İndi biz flaqları hardan tapa bilərik? Bunu artıq sistemin içərisində gəzib axtarmalıyıq. Yəni ki, ona qədər vaxt getməsin. Ya da içəridə gəzmək əvəzinə belə bir əmrdən istifadə edə bilərik ki, o bizə axtarıb tapsın. Find əmrindən istifadə edəcəyik. Find /treetype_f name istədiyimiz faylın adını yazırıq. Bizə use.txt lazımdır. Və bizə errorları, yəni icazə olmayanları göstərməsi üçün 2 devnaldan istifadə edəcəyik. Bu da o deməkdir ki, icazə olmayan hər bir şeyi boşluğa at, yəni mənə göstərmə. Enter veririk. O bizə tapıb göstərməlidir. Aha, tapdı. Var www.txt. Keçirik. Var.ww. ls veririk və həqiqətən user texti buradaymış. Artıq flaqımızı almış vəziyyətdəyik. Yenə hər bir şey təkrarlayım. İlk başda bu qədər şey eləməyimizin səbəbi bizim məlumatda olmamız idi. Əgər biz bilməsəydik bunları tutan, nə bilim, 80-ci porta açıqdır və yaxud 22-ci porta açıqdır və yaxud burada belə bir direktoriya var, biz bunu belə bilməyəcəkdik. Ona görə məlumat toplamaq çox önəmlidir. Əsasda aktiv məlumat toplamaq önəmlidir. Artıq biz deməli flaq tapmışıq. Bundan yuxarı bir səviyyə daha vardı, root olmaq. Lakin o rootu digər videoda göstərəcəm sizə. Privilege escalation videosunu göstərəcəm sizə. Oldu. Təşəkkürlər bildirəm izlədiyiniz üçün. Sağ olun.